Salam hörmətli müdavimlər, xoş gördük hər birinizi. Bugün də sizə mövzu quizimizdən olan bir sualın izahını təqdim edəcəyim. 19 nömrəli tapşırığa baxaq. Ay ölkəsində yerləşdiyi materikin ucqar cənub nöqtəsi yerləşir. Yəni bu tip situasiya mətnlərində biz bütün ölkələri beynimizdən keçirməyə ehtiyac yoxdur. Gəlin görək hansı materiklərin ucqar cənub nöqtələri hansı ölkələrdə yerləşir. Məsələn, Avrasiya, Malayziya, Afrika, Car, Avstraliya ilə Avstraliya, Şimali Amerikada Panama, Cənubi Amerikada isə Çili. Deyilən bu 5 ölkədən birini düşünməliyik. A ölkəsinin sahilləri 2 okean suları ilə yuyulur. Burada da baxıram ki, elə hamısının sahilləri 2 okean suları ilə yuyulur. Ölkə ərazisindən axan ən uzun çay Atlantik okean hövzəsinə aiddir. Artıq bu çıxdaş eləməyə kömək edəcək. Çünki Malayziyanın Atlantik okeanla əlaqəsi yoxdur. Çilinin var, üzr istəyirəm. Burada Avstraliyanın əlaqəsi yoxdur. Çili qalır hələ. Deməli 3 ölkə qalır. Panama, Çili. Sonra deyir ki, aralıq dəniz və bərabər rütubətlənən subtropik tip var. Burada bərabər rütubətlənən olduğuna görə subtropik bərabər rütubətlənən olduğuna görə Çili çıxır və Panama dövləti ümumiyyətlə subtropikdə yerləşmir deyə çıxır. Doğru cavab Car qalır. Deməli bu ölkə Cardır. Cənubi Afrika və tropik xətti ilə kəsişir deyir. Təbii ki, Car qalacaq. Deyir ki, bu ölkənin aşağıdakı ölkələrlə oxşar xüsusiyyətlərini seçin. İtaliya ilə sitrus meyvəsini inkişaf etdirir. Aralıq dəniz iqlimi varsa təbii ki. Daxilində anklav ölkə var. İtaliyada San Marino və Vatikan. Cənubi Afrika Respublikasında isə Lesotho anklav ölkədir. Yəni hər tərəfdən bir ölkə ilə sərhəd olan ölkədir. Diyarbakırlı həmişəyaşıl meşə və kolluqlar təbii zonası yerləşir. Bəli, İtaliyada var. Braziliya cənub-qərbi yarımkəsində yerləşir, fikir səhvdir. Günəşin zenitdə olduğu və olmadığı ərazi mövcuddur ifadəsi hər ikisi üçün ortaqdır. Çünki tropik xətti kəsir. Birinci bənd ona görə səhvdir ki, Car cənub və şərq yarımkəsində yerləşir. Unitar Braziliya federativ olduğuna görə oxşar deyil. İspaniya ilə oxşar cəhət qitənin ucqar cənub nöqtəsi yerləşir. Cavan dağ İspaniyada olsa da Carda yoxdur. Monarxiya idarəetmə forması İspaniya monarxiyadır, amma Car deyil. Doğru cavab 1-ə 1, 2, 3, 2-yə yalnız 2, 3-dən isə yalnız 1-i götürməliyik. D variantı sualımızın doğru cavabıdır.